Yasamalda yanğın baş verdi. Yanğının səbəbkarı Kemaləddin Heydarov və onun qardaşı Səməd olduğunu bildim. Mənə bilgili bir insan məlumat verdi və görüntülərlə də göstərdi. Yasamalda yanğını necə törətdi Kemaləddin Heydarovun qardaşı Səməd? Həmin binanı tikən şirkət, rəhbərlik Kemaləddin Heydarovun yerliləri Naxçıvanlılardır. Kemaləddin Heydarovdan yaşayış iznini, binanın yararlılığı, davamlılığı, sertifikatını almaq üçün binanı tikənlər Səmədi tapırlar. Səmədlə yeyib içirlər və Kemaləddin Heydarovdan binanın fövqəladə hallara davamlılığı barədə rəy almağı xahiş edirlər və Səmədlə bazarlıq edirlər. Bunun qarşılığında binanın arxa tərəfində təxliyə bölgəsində restoran yeri verirlər və bəzi adamların da deməyinə görə restoranı tikirlər, verirlər Kemaləddinə. Bu binanı və başqa bir binanın fövqəladə hallara davamlılığının sertifikatını almaq üçün. Kemaləddin Heydarovun qardaşı Gicdallaq Səməd binanın təxliyə bölgəsində restoran kimi istifadə edir. O restoranın da adı Loft restoran olur. Binanın təxliyə yerini restoran etməkləri azmış kimi elektrik maşınlarının zaryatka aparatlarını elə ora yerləşdiriblər. Orada olan elektron maşınların zapravka cihazlarından keçən naqillər gedir binaya, binanı işıqlandırır. Birbaşa qısa qapanma olubdu. Aparatlarda partlayış baş veribdi. Partlayış baş verən kimi işıqlar sönübdü, qapılar açılmayıbdı, lift işləməyibdi. Alov 4-cü, 5-ci mərtəbəyə qədər alov qalxıbdı. Hamı panikaya düşübdü. Hamıya deyiblər ki, təcili təxliyə yerinə qaçın. Çünki lift işləmir, heç nə işləmir. Təxliyə yerindən qaçın. Camaat təxliyə yerinə hücum çəkib. Binanın arxasında olan təxliyə yerinə düşüblər. Oraya düşən kimi bu yanan bina ki yeni tikilmişdi. Qapıları bağlı olubdu. Camaatın təxliyə yeri birbaşa restorana çıxıbdı. İlk düşən 3 dənə insanı qara tüstü öldürüb qayıdıb çıxa bilməyibdi. Ay millət, təzə tikili binanın yaşayışa uyğun olmasına Kemaləddin Heydarov qol çəkməsi üçün təxliyə yerinə restoran edib Kemaləddin Heydarovun qardaşı Səmədə veriblər. Səməd də qardaşı bu Petuq Kemaləddinə deyib ki, bəs bura mənim restorandır, bir də orada maşın şarj alətləri qoyacaq. Bu binaya qol çək, yaşayış başlasın. Vəssalam, Kemaləddin də qol çəkibdi. Səmədin orada qoydurduğu 2 dənə maşınların zaryatka edilməsi aparatında qısa qapanma olub. Oradan partlayış olubdu. Birinci girən 3 nəfər qara tüstüdə boğulub ölüblər. Sonra zəng eləyiblər, gəliblər, fövqəladə işçiləri, qırıblar qapını, kəsiblər, oradan çıxa biliblər. İndi bildinizmi ki, Yasamalda yanğını kim törədibdi? İndi bildinizmi ki, bu Kemaləddin Heydarov, onun qardaşı Səməd, bunların arvadları, qızları, gəlinləri, anaları, bacıları vəhşicəsinə zorlanmalıdır. İndi bildiniz? Sığar ki cahan, ben bu cahana sığmazam. Gövher ila mekanlanam, köhnü mekana sığmazam. Şamaxıda 60 hektar, baxın, Kemaləddin Heydarovun təcə, bax, ay ki ona bax, Çin səddini oxşayır, bax, 60 hektar, baxın, Çin səddidir, baxın. Allah, buna bax, 60 hektar, dağların başından sədd çəkiblər. Çin səddidir, Çin. Bircə rayonda Kemaləddinin əmlakıdır, bircə rayonda. Çin səddidir, millət, baxın. Allah, dağları da. Bax. 60 hektar dağları, dərələri alıbdır. Bunun bacıları, bacışı uşaqlarının hər rayonda 100 hektar torpağı var. İlham Əliyev deyir ki, məmurlar torpaqları zəbt ediblər. Görürsünüz, elə biz İlham Əliyev bilmir, eşşək balası kimi bilir İlham Əliyev. Baxın. Torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Həkim biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər. Və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir. İlham Əliyev, bu sözü sən 2 gün bundan qabaq, 3 gün bundan qabaq icra başçıları təyin edərkən dedin, icra başçılarına dedin İlham Əliyev. Götün çatırsa, al da Kemaləddin, bax, bütün kətləri, bacıları, qardaşları, bacı uşaqları, Səmədə qədər. Bax, bir bacı uşağı var, ölür o həkimin uşağı, həkim idi, nə idi? 100 hektarlarla, elə rayon var, 100 hektar adına torpaq var. Al da əlinə, ala bax, götün çatır İlham Əliyev. Al, götün çatır İlham Əliyev.